Herkese salam dostlar. Bugün de yepyeni bir videoda karşınızdayım. Bugünkü videomuzda dostlar Edinson Cavani'ni yoxlayırıq. Cavani'ni yoxlayırıq. Və buradan ilk öncə Cavani'yə məncə 1-2 dənə özəl beceri çıxaraq, həm də gücləndirici verək. Bir dənə onsuz şansımız var gücləndirici. Daha sonra keçək online oyunda Cavani'ni yoxlayaq. Səs biraz artıqdır. Səsi biz buradan alaq. Cavani'ni tam şəkildə yoxlamağa çalışaq. Bir dənə gücləndirici verdi, çeviklik üretildi. Nəyə verir? Hızlanma çox qəşəng əslində. Ehtiyacımız olan bir şeydir. Keçək oyunda biz yoxlayaq. 2 cınaqla yoxlayırıq. Yəni bütün oyunu biz buradan Cavani'nin üzərinə qurmuş oluruq dostlar. 50 coins da buradan qazanaq həm də. Bəli dostlar, hal-hazırda rəqəmimiz gəldi. 3165 Ghost FC 015 rəqəmimizin də heyəti olduqca güclüdür və bombacısı da var hətta rəqəmimizin. Keçid edək oyuna. Əsas odur ki biz yoxlaya bilək. Yəni Carlos Cavani'yə kafa attıramırıq, Carlos'a kafa attırırıq. Yəni fikirləş də, Carlos'un boyu 1.67-dir, nədir, belə bir şeydir. Carlos kafa atır. Cavani geriyə gəlib top uğurladı Cavani. Bu neyinir ya? Cavani. Cavani vurdu golu. Vur. Oy vurdu ama çöle. Alexander Arnold. Kafa. Neyse, kırmızı aldık deyəsən. Sarı kart aldık, yaxşı qurtardıq, tez qurtardıq. Burada nə baş verdi? Bu qardaş, bu Albert Einstein'di bu. Buna bax, balaca boyuyla doluyub bunları. Çatdı mı? Çatmadı, gördüğünüz gibi. Gol vurdu mu? Vurdu. Ama bir kafacı effektin vermir kardeş. Bu adam bir kafacı effektin vermir bize. Oy bile, bu neynədir? İnanırsınız mı? Ne baş verdiğini gördünüz mü siz orada? Bu vurdu. Geçe Edinson Cavani'ye tərəf. Ha, Cavani sü. Empréstame tu caballo. Cavani. O məşhur yeri xatırladım. Cavani. Ay. Neyse dostlar. Oynayır mu? Kafacı kimi oynamır. Bir forvard kimi yaxşıdır. Yəni hücuma alıb qoyarsan, hə oynadarsan. Amma bunun kimi yəni oyuncular varmı? Var. Sadəcə bu kafacı hissiyatını mənə vermədi şəxsən. Bilmirəm niyə? Çünki bu kafacı hissiyatını heç vermədi. Yəni bir kafacıdırmı? Mən bunu bir kafacı kimi oynadaram mı? Bilmirəm.
Ona görə də bu söhbətə girmirəm. Yəni belə deyim, dostlar, bir kafacı hissiyatı yoxdur bunda. Bu adam nə bilim kafacı kimi alıb oynada bilərəmmi desəz, vallahi elə bir kafa vurmadı bu oyunda. Bəlkə başqa bir oyuna gedək, həmin oyunda da yoxlayaq. Bəlkə hə o zaman vurdu kafa, amma burada vurmadı. Keçən növbət oyunumuza orada da yoxlayaq yenə, amma kafacı hissiyatını hələ ki verməyib. Bəli dostlar, hal-hazırda gəldik növbəti oyunumuza dostlar. 3146 Amir Bekov Tacikistan'dı yəqin ki. Nəysə, boş verin onu. Biz Cavani'ni yoxlamağa davam edirik dostlar. Cavani'ni bu oyunda da maksimum şəkildə yoxlamalıyıq. Franz Beckenbauer şey gəldiyinə bura qoyaq. Maldini də bura qoyaq. Sonra da rəqəmimizə kafe ilə qol qoyaq. O rəqəmimizdə də Cavani var, bizdə də Cavani var. Rəqəmimizin iki müdafiəçisi də çox hündür boylu, çox belə başka bir problem var. Don't know, let me know. İcid. Gördünüz. Vallahi eləyəcək bir şey. Yəni nə attım, heç biri keçmədi. Hə, göstər özü. Göstər özü. Sənin Cavani. Bax belə. Cavani, oy Cavani. Ay çatmadı. Cavani. Sakit olun deyir Cavani. Dumfries'ten keçdi Cavani. Ortada bir dənə ayaq saxladı Cavani. Uzaqdan zərbə vurdu Cavani. Cavani. Şey deyə bilin. Niyə oyunu saxladın? Niyə oyunu saxladın? Hə dostlar, ümumilikdə Cavani haqqında danışmaq istəyirəm. Cavani kafacı kimi yaxşıdırmı, pisdirmi? Cavani ümumiyyətlə kafacı kimi həqiqətən deyirəm, çox da yaxşı oyuncu deyil. Əvvəlki videoda olduğu kimi bunda da deyirəm. Bu Cavani'ni, yəni necə deyim sizə? Aman da aman zor bir kafacıdır deyə bilməzsiniz. Yəni bu oyuncu Darwin Nunez'dən belə, yəni pis kafacıdır. Darwin Nunez həqiqətən boyu da hündürdür deyə daha yaxşı kafacıdır. Amma bu onun kimi kafacı belə deyil. Yəni deyirsiniz ki, Suarez var, bu onun kimi kafacıdırmı? Hə, yəni çox belə aman da güclü bir kafacı deyil. Yəni o istədiyiniz effekti alarsınızmı, ala bilməzsiniz. Yəni hər dəfəsində kafa vuracaq bir oyuncu deyil. Bu o deyil. O budur, amma bu o deyil. Ümumiyyətlə bütün kafacıları bir yerə yığsaq, hansı kafacılardan yaxşı olar? Meksika ligindən gələnlər bir də Yaponlardan daha yaxşıdır. Amma ümumilikdə yəni dostum, mən bu Cavani'ni alıb cınaqlardan oynayıb kafacı kimi oynatmaq istəyəcəm, başaranməzsən. Oyunlarda uduzarsan. Yəni elə bir oyuncu deyil bu. Videonu bura qədər izlədinizsə like atıp abone olmayı unutmayın dostlar. Sağ olun.